Salam, Zəfər TV izləyiciləri. Xoş izləmələr. Salamünaleyküm. Salam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Azərbaycan Respublikasının şəhid ailələri, Əlillər və Müharibə Veteranları İctimai Birliyinin, Müdafiəsi İctimai Birliyinin sədri Cəbrayıl rayon şöbəsi Səməd Atakişiyev və sədrimizin müavini Dürdana xanım Qaraşova, dəyərli qardaşımız, Ramiz qardaşımız bugün şəhidimizin ailəsinin evin ziyarətə gəlmişik. Başda Tahir müəllim olmaqla, Tahir müəllimə də təşəkkür edirik ki, biz belə bir yerə bizi deyib gəlmişik. İlqar Bayraməli. Qəhrəman şəhidimiz İlqar Bayraməliyev vətən üçün, torpaq üçün canından, qanından keçib, biz bugün qəhrəman şəhidlərimizə borcluyuq. Bugün Azərbaycanda 34.200 şəhid var. Biz heç vaxt şəhidləri ayırmırıq. Yəni 1988-ci ildən 23-cü ilin antiterroruna qədər bizim şəhidlərimiz var. Hər birinə hörmətimiz, sayğımız var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ana, Allah sizə səbir versin, ana. Amin. Çox sağ olun. İlqar bizim üçün şəhid olub, vətən üçün şəhid olub, bayraq üçün şəhid olub. Bugün biz xoş firavan yaşamaq üçün şəhid olub. Dürdana xanım, buyurun siz də sözünüzü deyin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Biz bugün deməli Bayraməliyev İlqar İsrafiloğlu'nun qəhrəman şəhidimizin anasına baş çəkməyə gəlmişik. Şəhidimiz Gədəbəy rayonundandır. Gədəbəydə şəhid olub. Ərazi bütövlüyü uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Allah rəhmət eləsin. Və Tahir müəllim bizə deməli buyurdu ki, biz ana gələk sizə deyək. Və mən düşünürəm ki, bəli, bölgə söhbəti olmamalıdır. Çox sağ olsun Tahir müəllim. Düzdür, biz Cəbrayıl şöbəsiyik, amma bizim elə şəhidlərimiz var ki, şəhərlidir, amma Cəbrayılda şəhid olub. Başqa bir bölgədəndir, Cəbrayılda şəhid olub. Yəni buna görə hər birisi, bizim bu oğulların hər birisi torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Ona görə də bizim hər birimizin borcudur. İstər Gədəbəy olsun, istər Gəncə olsun, istər başqa bir rayonlar olsun. Bizim hər birimizin borcudur ki, şəhidlərimizi yada salaq. Və bu yaxın günlərdə bizim bir çəkilişimiz də olmuşdu. Orada bizə, yəni, belə deyək də, bəlkə də qəlbində vətən sevgisi olmayan bir-iki nəfər buyurdu ki, şəhidimizi çəkdiniz, paylaşdınız. Mən demək istəyirəm ki, biz gəlməyək, o birisi gəlməsin. Bəs bu şəhidlərimizi kim yaşatsın? Şəhidlərimiz unudulmamalıdır və biz bunu gələcək nəsillərə çatdırmalıyıq ki, bizim İlqar adında qəhrəman şəhidimiz olubdur. Biz bunu çəkməsək, paylaşmasaq, bunu şəhidimizi yəni tanıyan olmaz. Şəhidlərimiz unudular. Şəhidlərimizin unudulmaması üçün bizim hər birimizin borcudur ki, harada olursa olsun, hansı bir rayon olursa olsun, biz də Cəbrayıl şöbəsi olaraq orada olaq, şəhidlərimizi yada salaq. İlqarın ruhu şad olsun, məkanı cənnət olsun, məqamı uca olsun. Yəni bu illər ərzində ana siz yəni belə bir dərdi ürəkdə çəkmək bilirəm ki, çox ağırdır. Yəni bunu bir tək analar anlayır, analar bilir. Allah ruhu şad eləsin. Yəni biz hər birimiz bu dünyadan ölüb gedəcəyik, ancaq heç vaxt yada düşməyəcəyik. Amma İlqar kimi oğullar həmişə belə yada salınacaq. Onları gələcək gələn nəsillər hər birisi onları yada salacaq. Yəni 100 illər boyu, 1000 illər boyu onlar yaşayacaqlar. Ruhu şad olsun, məkanı cənnət olsun, məqamı uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah xalqımızı qorusun, ordumuzu, əskərlərimizi qorusun, ali baş komandanımızı qorusun. Vətən uğrunda, torpaq uğrunda nə qədər şəhidlərimiz varsa, hamısının ruhu qarşısında baş əyirik, ana. Allah sizə də can sağlığı versin. Yəni bu illər boyu siz əziyyət çəkmişsiniz. Bu dərdi ürəyinizdə daşımışsınız. Biz sizin də qarşınızda baş əyirik ki, siz İlqar kimi belə vətənpərvər oğul yəni dünyaya gətirmişsiniz. Onu o ruhda böyütmüşsünüz. Ruhu şad olsun. Mən sizin əllərinizdən öpürəm. Yox, siz yox. Allah ruhunu şad eləsin. İndi anamız burada qonaqdır.
Yəni bu səbəbdən biz inşallah ki biz Gədəbəyə də gələrik. İnşallah. Orada İnşallah. İlqarın otağı ilə, onun şəkilləri ilə tanış olarıq. İnşallah İnşallah. anamız bugün burada Sumqayıt şəhərində qonaqdır. Biz də deməli Tahir müəllimin dediyi kimi çox sağ olsun Tahir müəllim ki bizə yəni sizin haqqınızda məlumat verdi. Yəni o qədər bizim şəhidlərimiz var ki biz onların hər birisini yəni bacardığımız qədər. Yəni bugünkü gün, yəni bizim bura gəlməyimizin də səbəbi hörmətli Tahir müəllimdir. Tahir müəllim də 2 müharibənin iştirakçısı olubdu. Allah ona can sağlığı versin, həmişə şəhid ailələrinə dəstəkdir. Allah ruhunu şad eləsin ana. Allah rəhmət eləsin, Allah sizlərə səbir versin. Sağ olun. Allah rəhmət eləsin. Mən deyərdim ki, üzr istəyirəm. Ramiz qardaşımız da Qəhərlərlə danışa bilmirəm, üzr 7 il cəbhədə, döyüşdə xidmət eləyib. Ramiz qardaşımızın da qəhrəmanlığı qohum-əqrəba, ətraf batalyonda, Zəngilan batalyonunda, ordusunda ilk könüllərdən biridir. Ordunun bünövrəsinin, betonun, qoğan, təməlin Ramiz qardaşımızdır. Vətən müharibəsi veteranıdır. Ramiz qardaşımıza da təşəkkür edirəm. Və Tahir müəllimə ki, bu ailəni bizə təqdim elədi. Gəldik, biz ziyarət elədik. Biz də İlqar kimi bizim qəhrəman şəhidimizi tanıdıq, bildik. Yəni yenə deyirəm, bax bu çəkiliş olmasa, bu çəkilişlər vacibdir. Yəni şəhidlərimizin haqqında bizim o qədər televizorda, o qədər belə deyək də lazımsız verilişlər göstərirlər ki, ancaq mənə elə gəlir ki, şəhidlərimiz haqqında verilişlərimiz olsa, bax belə çəkilişlərimiz olsa, gedib onları axtarmalıyıq, tapmalıyıq. Yəni hər bir heç bir şəhidimiz yaddan çıxmamalıdır. Çünki bu vətənpərvərlik hər adama qismət olmur, hər adamda da yoxdur. Çünki bu vətənpərvərlik hər adama qismət olmur, hər adamda da yoxdur. Yəni əgər onlar vətən uğrunda şəhid olublarsa, deməli onların qəlbində vətənpərvərlik ruhu böyük olubdur. Allah ruhunu şad eləsin və bizlərin də borcudur. Hər birimizin borcudur ki, biz sizlərə baş çəkək, sizlərə mənəvi də olsa dəstək olar. Ana, Allah sizi var eləsin. Allah rəhmət eləsin. Ölənlərimiz Allah rəhmət eləsin. Çox sağ olun, gələnəkləriniz var olsun. Siz ki məni yad elədiniz, ziyarət elədiniz. Mənim parça-parça olan ürəyim bugün çox çad oldu. Dərdi unuttum. Bütün kollektivinizə, Tahir müəllim başda olmaq şərtilə can sağlığı, uzun ömür arzulayıram. Allah hamınızı qorusun, ordumuzu qorusun, əskərləri qorusun, prezidentimizi qorusun. Azərbaycan xalqına Allahım qorusun, siz də onların içində. Sağ olun. Tahir Məmmədov başımızın tacıdır, ürəyimdir, ona qurban olun. O hər vaxt məni yad eləyir, əli çatmasa da, telefonla zəng eləyib məndən hal əhval duyur. Ona qurban olun. Xoş gəldiniz, safa deyərsiniz, gələn ayaqlarınız var olsun. Ömrünüz uzun olsun. Allah sizlərə can sağlığı, uzun ömür. Sağ olun. Sağ olun. Var olasın həmişə. Qazanım. Təşəkkür edirəm sizə, kollektivinizə. Sağ olun. Sağ olun ana. Biz sizə təşəkkür edirik. Biz qaçandan sonra dedim mən haraya qaçıram. Evdə körpələr, qaynanəm. Əsgər gözəl cavan balalar döyüşdə, qanlı döyüşdə. Qayıtdım geri. Evə qayıtdım. Ona kimi onda bərk qırğın oldu. Dedilər xəstəxanaya şəhidlər gəldi. Hamısı mənim əzizim, balalarım idi. Yürüdüm ki, görüm. Uşaqların hasıdır, İlhamda varmı, İlqar. Gördüm qonşunun oğlu da bir yaxşı oğlan idi, şəhid olub, tanıdım onu. Allah rəhmət eləsin. Arzusu nə idi? Ölənlərin İlqarın arzusu nə idi? İlqar arzusu qələbə çalınsın, torpaqlarımız alınsın, özünün canı üçün. Bayraq şəkili çəkmişdi. Onu da verdi, o da evdədir. Dedim, ama biz də tədarük görmüşük. Dedi, qələbə çalınacaq may ayında. May ayında hazırlıq görülür ki, dato kimi qələbə çalınacaq, torpaqlar alınacaq.
Arzusu yerinə yetdi. Qadanı Ruhu sağ şad olsun. Məkanı Allah cənnət rəhmət olsun. Onun arzusu yerinə yetdi. Amin. Onların qisası alındı, hər birinin. Onun arzusu bizə Qarabağımız alınsın, torpaq işğal altında olan torpaqlarımız alınsın. Özü də elə bir dəyərli oğul idi. Bu şəhid olanların hamısı elə bir seçilmişlərdi. Doğrudur. Hə. Hamısı igid qəhrəman. Elə bir Qəhrəman oğul. oğulları idi. Düz. Ruhları şad olsun. Məkanları cənnət olsun. Allah Allah bütün sizlərə şəhidlərimizə Allah rəhmət eləsin. Qəbirdə sümüklərimiz dincəlir. Yaxşı ki siz varsınız, var olun. Allah sizi qorusun. Sağ ol nənə, sağ ol. Qalanlarınızı qorusun. Amin. Çox sağ olun. Siz varsınız bugün mənə kimi anıyı yad eləyib Borcumuzdur. Borcumuzdur. Hər birimizin Həmişə borcu. minnətdaram mən sizə. Hər bir Təşəkkür vətəndaşın borcudur. edirəm. Sağ olun. Hər birimiz. Siz də sizə. Tahir müəllim də başımın tacıdır. O ürəkdir. O Allah elə sağ bir sağlam versin. Azərbaycanımın qeyrətli igid oğludur. Allah qorusun. Allah bütün qazilərimizi, əzizsiniz. veteranlarımızı Amin. qorusun. Amin. Amin. Xalqımızı qorusun Allah'ım.